məktəb, idman yarışlarında qalib gəldikləri bu kubokları alır. Alasan. Yani bunların müəyyən hissəsi, hatta biz oxuyan vaxtları almışıq. Müəyyən hissələri. Bu dama yarışlarında, idman yarışında, böyle velosiped yarışlarında olur. Rayon birinciliğinde, futbol üzrə rayon birinciliğinde çempion olmuşuz. Voleybol üzrə çempion olmuşuz. Basketbol yarışlarında almışıq. Həmin kubokları. Nəsim Bey, siz burada sizdən əvvəl bizim Karifes idmancılarımız, Qiyas müəllim, müəllimlərimiz olub, Qiyas müəllim olub, Leysan müəllim olub, Burhan müəllim olub, Allah rəhmət eləsin. Fəxrəddin müəllim olub. Allah rəhmət eləsin. Allah onların qəni rəhmət eləsin. Hesabı indi sizin əlinizdə. Biz də onların sayəsində öyrəndik, bu peşəyə sahib olduk. Bu çörəyi bizə o kişilər verirlər. Allah onların qəni rəhmət eləsin. Valid müəllim də hazırda sizdən çiğnəyir. Valid müəllim, İlqar müəllim mən. İlqar müəllim, hə, düz. Şərəfli işinizə sizə uğurlar arzulayırıq, Nəsim müəllim. Çox sağ olun, diqqətə görə. Doğrudan da çox... Erdem gel bizi aktarın. Bizim size ihtiyacımız var. Doğrudan da. Gel bizi aktarın. Şahane sağ olun. Halbatik doğrudan. Tam səmimi deyirəm. Mən də səmimi deyirəm, sizi çox istəyirəm Nəsim müəllim. Qarşılıqlı. Mən deyirəm ki, əziz sinif yoldaşımdır, bu ərəfədə biz 40 illiyə hazırlaşırıq. İnşallah Allah o günü qismət eləsin. İnşallah qismət olar. Qanlara can sağlığı, elələri Allah qəni rəhmət eləsin. Yəni bizlə oxuyan yoldaşlarımızdan da dünyasını dəyişən Allah rəhmət eləsin. Bizim digər paramız olurlar, bizim ürəyimiz olurlar. Allah qəni rəhmət. Həyatdır ya, həyat belədir. Yəni biz istər-istəməz gençdə sevdiklərimizi itiririk. Adam kimimiz qalır? Ata yox, ana yox. Bunlar hamısı bizim əzizlərimiz olur, doğmalarımız olur. Əlimizdə qurub saxlayaq. Nə qədər çalışsaq da sonunda verdiyini alır. Sadəcə bu zamandan istifadə eləmək lazımdır, faydalı şəkildə. İndiki uşaqlara nə arzun ola bilər? Nəsim müəllim, gənclərə? Mənim arzumdur ki, mehriban olsunlar. Həyatda bir-birini qorumağı bacarsınlar. Mətin olsunlar. Bir-birinin dəyərini bilsinlər, qiymətini bilsinlər. Bir-birini qorusunlar. O qalan hər şeyi əldə edərlər. Kifayət qədər savadları da var, bacarıqları da var, bilikləri də var, qabiliyyətləri də var. Hər dövrdə olduğu kimi bir-birinə qiymət verməlidirlər. Müasir gənclik birinci növbədə vətənpərvər olmalıdır, bir-birini sevməlidirlər. Vətənini sevən ailəsini də sevər, dostunu da sevər. Biz də bu sahada bir nömrəli vəzifəmiz odur ki, vətənpərvər ruhunda bunları tərbiyə edək. Gələcək nəsil gücü formalaşdıraq. Bizim borcumuz bir nömrəli borcumuz budur. Amma alim olmaq üçün sonradan onlar gedib akademiya oxuyub alim ola bilərlər. İlk növbədə vətənpərvər olmalıdır. Nəsim müəllim, sizə işlərinizdə, bu şərəfli işinizdə həmişə idman dərsi vermişsiniz. Amma bu da çox şərəfli yoldur. Bunun da öz çətinlikləri olur. Düzdürmü? Təbii ki. İdmanla məşğul olan insan birinci növbədə sağlam olur. Sağlam olan insan hər şeyə doğru düzgün qiymət verməyi bacarır. Ona görə idman çox vacibdir. İndi hal-hazırda bu necə deyək, bu anda Nəsim müəllim mənim gözümə çox müdrik dəydi. Müdrik ağsaqqal kimi. Təşəkkür. Sağ olun. Nəsim müəllim də oradan da. Keşke İlbiyə burada olardı. İlbiyə yaxşı zarafat edəcək. İnşallah görüşərik. Görüşəlikdə görüşərik. Hamıya salam deyəsən. Aleyküm salam. Mən arada vaxt olanda girərəm quşlara. Narahat olmayan. Narahat olmasın. Onu da qeyd edelim ki, qızlar, oğlanlar, bizim sinif uşaqları, ay sinif uşaqları. Nəsim müəllim oxuyur, dinləyirsin səslərimizi. Bəli. Amma ki, baxmayaraq ki, indi hal-hazırda o etap gəlib çıxacaq, danışma da olacaq. Zəng olacaq, yazışma da olacaq. 3-4 dənə qrup var. Bəli. Bunlarda oğlanlar qrupu, məktəb qrupu. Bəli. Sertifikasiya hazırlaşırıq, imtihana getməliyik. Sertifikasiya. Bütün bunlar hamısı elə ki, biraz vaxtı yığmaq olmur, çatdırmaq olmur. Üzürləsə bildim, hər şey yaxşıdır, inşallah qoşularıq. Əsas odur ki, bizim əziz Nəsim müəllim qrupdadır və seyr edir. Düzdür Nəsim müəllim. Nəsim müəllim, istəyirsən uşaqları necə təsir baxışlayırsan, orada qulaq asırsan? Çox yaxşı, mənim əzizlərimdir. Onların səsini eşitmək mənim üçün xoşdur. Çox gözəl, hamı elə deyir bizim. Zaten onların səsini eşitməyin həsrətindəydim. Çox sağ ol ki, sən qrupu yarattın, şahasın. Siz də sağ olun. Biz bunu eşidirik, çox xoşdur. Doğrudan da, hamımız üçün xoşdur. Mən uşaqlarla onların telefon nömrələrini qrupa daxil edəndə doğrudan da hamımız sevinirdi. İndi də sevinirlər, o hisslər dəyişməyəcək. Bizim sinif, nümunəvi sinif olub, bizim sinif, bir-birinə dəyər verən insanlar olurlar. Bəli.
indi də bir-birinin qiymətini bilirlər. Bəli. Dəyərini bilirlər. Bəli. Mən hətta babasını ona gördüm ki, kimdi vallahi adında qalmadı. Ağlayırdı da, yəni bizim o rəhmətə gedən. Çevrəndə. Dedi ki, yəni onun kimi o rəhmətliyin şahində çox gözəl sözlər dedi. Bəli. Allah onun qəlbinə rəhmət etsin. Mən dua olsun, diqqətlə qulaq olsun. Hayvana böyük itkidir. Yəni kimisə indi bizim sinifdə olmaması çox böyük itkidir. Nəçifə mənim üçün çox böyük, dəyərli Çox, bacım idi. Çox. Nəçifənin həyatdan köçməsi mənə böyük zərbə oldu doğrudan da. O Nəzifə... Həyatdır, nəysə, belədir də, belədir. Həyat bilmək olmur. Bilmək olmur. Həyatın qanunudur. Hə, Allah qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Əziz bacılarımıza, Rübaya, Elxan, əziz qardaşımıza Allah rəhmət eləsin. Arzuları yarımçıq qaldı. Allah qalan sinif yoldaşlarımıza can sağlığı versin. İnşallah. Amin. Allah uzun ömür versin bizim əziz sinif uşaqlarımıza. Sağ olun Nəsib Sağ müəllim. olun. Çox xoş Çox oldu sağ olun. sizinlə Minnətdaram, görüşmək. minnətdaram. Sağ Onu da olun. qeyd edeyim ki, qızlar, oğlanlar, biz məsələni bugün biraz həll elədik. Sonza ilə əlaqədar olaraq sizə burada hesabat verirəm. Müəyyən qədər.